Hangi məvad qəzaini, hangi vədi qəzayı meyl edəcək ta həzm o cəzb yuxarı olub bədənin niyazlarını təmin edəsin, Subhanə vədəsidir. Subhanəni qəvi meyl edəcək. Məvad qəzayı ki, eləyə bilər, tamamı məvad müğəzzi murd niyazı bədəni təmin eləyə camış xamasıdır. Soğuşan faylı ərz eləmişəm ki, süd kamil qəzadır. Südlərin içində camış sütü tərkibatının yuxarı olmağına xatir, müqəvvi və əla qəzadır. Subhaniyə camış xaması eləyəcək. Camış xamasının kənarında o məvad qəzayı ki, kamildir və eləyə bilər Subhanəmizə şirinlik bağışlayar. Bal arısının fəravərdəsi bal, ballar içində dağ balı. Buna xatir ki, dağ balının 100 cürədən çox osarəsi vardır və hər osarənin özünə görə xasiyyət daruyi və dərmanisi vardır. Əvamil bimarizanı bədənə vurudun məmnu eləyir. Tövsiyə eləyirəm Subhaniyə camış xaması ilə dağ balı bahəm meyl eləyin. Sübdən axşama qəvi və sərhal qalın və niyaz olmasın, nahar yiyəsiz. Və xüsus o əfradiləri ki, sübdən axşama öğdən eşiyə fəaliyyət eləyirlər, naharı eləyə bilmirlər, yesinlər, dağ balı ilə camış xaması yesinlər. Deyiblər ki, az ye, saz ye, camış xaması ilə dağ balını kənar xanavadədə, Subhanədə bahəm ye.